Salam əziz müəllimlər. Müsahibə mərhələsində verilə biləcək suallardan biri də taksonomiya təhsildə harada tətbiq edilir? Biz adətən taksonomiyanın test mərhələsində feillər, testlər üzərində öyrənirik. Amma bilməliyik mütləq şəkildə taksonomiya təlim məqsədlərinin müəyyənləşdirilməsi, dərsin planlaşdırılması, təlim fəaliyyətlərinin hazırlanması, xüsusilə də sinif tapşırıqlarıdır, gündəlik, summativ tapşırıqlar, ümumiyyətlə sinif fəaliyyətləri hazırlanmaq, xüsusilə müxtəlif tapşırıqların hazırlanmasında, qiymətləndirmədə ən əsası sual və meyarlar bütün idrak səviyyələrini əhatə edəcək şəkildə müəyyənləşir. Məsələn, summativ tapşırıqları hazırlayarkən nəyə diqqət edirik? Diqqət edirik ki, taksonomiyanın bütün mərhələlərinə uyğun, sadədən mürəkkəbə şəkildə sualların düzülüşünü qoya bilək. Orada sadəcə yüksək potensiallı şagirdlər cavab verə bilməsinlər. Həm aşağı təfəkkür səviyyəsinə, həm də yuxarı təfəkkür səviyyəsinə uyğun tapşırıqların hazırlanmasında taksonomiyanın mərhələlərindən istifadə edirik. Bir də diferensiallaşdırılmış təlim. Yəni, şagirdlərin fərdi xüsusiyyət və hazırlıq səviyyələrinə uyğun fəaliyyətlərin seçilməsi. Dediyim kimi, hər bir şagird birdən-birə yaratma mərhələsində ola bilmir. Ona görə də şagirdlərin fərdi xüsusiyyəti, hazırlıq səviyyələri, fəaliyyətlər seçilən zaman taksonomiyanın mərhələlərinə uyğun şəkildə seçilməlidir. Və nəticədə taksonomiya təlim məqsədlərinin, fəaliyyətlərin və qiymətləndirmənin sistemli şəkildə təşkilinə xidmət edir. Yəni, hamısı bundan asılıdır və şagirdlərdə yüksək səviyyəli düşünmə bacarıqlarının inkişafını dəstəkləyir. Biz şagirdlərimizdə yüksək səviyyəli düşünmə bacarıqlarını inkişaf etdirmək üçün onlara sadədən mürəkkəbə doğru bu bacarıqları inkişaf etdirməliyik.